44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, həm də hərbi taktika baxımından dünya hərb tarixinə düşən hadisələrlə doludur. Xüsusilə Şuşanın azad edilməsi prosesi düşmən tərəf üçün hələ də cavabı tapılmayan bir tapmacadır. Bugün biz bu döyüşlərdə birbaşa iştirak etmiş erməni əsgərin dilindən o günlərdə qarşı tərəfdə yaşanan psixoloji və taktiki çöküşün şahidi oluruq. Erməni döyüşçünün dilə gətirdiyi faktlar əslində çox maraqlı bir mənzərəni ortaya qoyur. Stat: Şuşa döyüşlərində məhdud sayda azərbaycanlı hərbiçi var idi. Əvvəlcə qorxunun təsiri böyük olur və insanlar vəziyyəti dərhal şişirdirlər. Amma siz onların orada nə qədər olduğunu bilmirsiniz. Əslində isə Azərbaycan əsgərlərinin sayı çox az idi. Çox az. Statın sonu. Deyirlər, şəhərə ilk olaraq 6 nəfər azərbaycanlı snayper diversant daxil olmuşdu fikrinə erməni döyüşçü belə cavab verib. Stat: Yaxşı, fərz edək ki, orada təxmini 6 snayper var idi. Sonra isə azsaylı qruplar dağlar və qayalar vasitəsilə şəhərə sızdılar. Yəni onlar qayaları aşaraq Şuşaya daxil olurdular. Şəhərdə azsaylı azərbaycanlı bölmələri aşkar ediləndə bizimkilərin davranışı çox qəribə oldu. Onlar şokda idilər. Söhbət kiçik bölmələrdən gedir. Mən bunu şəxsən müşahidə etmişəm ki, bizim bölmələr tez-tez öz qüvvələrinin atəşi altına düşürdü. Müharibə zamanı belə hallar zaman-zaman baş verir. Qəribə olan isə o idi ki, bir neçə saat ərzində bizim zirehli texnika öz qüvvələrimizi atəşə tuturdu. Statın sonu. Etiraf edir ki, Şuşa döyüşlərində Azərbaycan tərəfinin canlı qüvvəsi gözlənildiyindən qat-qat az idi. Lakin bu azsaylı qruplar elə bir qarışıqlıq yaratdılar ki, erməni bölmələri özlərinin əhatə olunduqlarını, böyük bir ordunun şəhərə daxil olduğunu düşündülər. Burada ən diqqət çəkən məqam erməni əsgərin Azərbaycanlılar şəhərə girəndə bizimkilərin davranışı çox qəribə oldu. Onlar şokda idilər ifadəsidir. Məlum olur ki, həmin anlarda erməni ordusunda nəzarət tamamilə itmişdi. Döyüşçü bildirir ki, şəhərdə çox az sayda Azərbaycan xüsusi təyinatlısı aşkarlananda belə qarşı tərəf nə edəcəyini bilmir, vahimə içində hərəkət edir. Məsələnin ən dramatik və düşündürücü tərəfi isə erməni əsgərlərin qarşı tərəfdən gələn təhlükədən daha çox özlərinin qorxusundan və koordinasiya çatışmazlığından əziyyət çəkmələridir. Bir neçə saat ərzində erməni zirehli texnikasının öz mövqelərinə atəşə tutması, onların müharibənin gedişatında necə ağır bir psixoloji çöküş yaşadığının ən bariz sübutudur. Bəs bu niyə baş verdi? Niyə illərlə alınmaz qala kimi təqdim edilən Şuşada qarşı tərəf cəmi bir neçə saatın içində tamamilə aciz vəziyyətə düşdü? Cavab çox sadədir. Azərbaycan ordusunun peşəkarlığı, qorxmazlığı, qeyri-standart hərbi taktikası və ən əsası illərlə qəlblərində yığılan vətən həsrəti. Azərbaycan xüsusi təyinatları ağır texnika ilə deyil, məhz dağ-meşə relyefindən istifadə edərək, qayaları aşaraq gözlənilməz istiqamətlərdən şəhərə daxil oldular. Çünki Şuşa elə bir relyefdə yerləşir ki, ora heç bir texnika qalxa bilməzdi. Bu, düşmən üçün gözlənilməz bir zərbə idi. Onlar hansı tərəfə baxacaqlarını, haradan atəş açacaqlarını, hara qaçacaqlarını müəyyən edə bilmədilər. Nəticədə vahimə və xaos içində olan erməni bölmələri özünü sancan əqrəb kimi öz-özünü məhv etməyə başladı. Erməni döyüşçünün bu etirafları Şuşanın azad edilməsinin düşmənin iradəsini sındıran, onları psixoloji cəhətdən darmadağın edən bir zəfər olduğunu bir daha təsdiqləyir. Bu, Azərbaycan əsgərinin cəsarətinin, yüksək döyüş hazırlığının və vətən sevgisinin qarşısında heç bir alınmaz qalanın dayana bilməyəcəyinin növbəti tarixi sübutu idi. Şuşa döyüşü göstərdi ki, döyüş meydanında təkcə silahlar yox, həm də ruh və düşüncə qələbə çalır. Bu
Bu gün həmin tarixi günləri xatırlayarkən biz Azərbaycan ordusunun nə qədər peşəkar bir şəkildə minimum itki və maksimum dəqiqliklə öz torpaqlarını geri aldığını bir daha qürurla görürük. Bu etiraflar bizə bir daha göstərir ki, Şuşa zəfəri təsadüfi deyildi. Onlar şəhəri azad edəndə düşmən artıq çoxdan psixoloji olaraq məğlub olmuşdu.